Azərbaycan yarısını məndən zəhləsi gedir mən dediyim şeylərə görə. Mən insanların gözlərini açıram, iqtisadiyyatımızın harda olduğuna gözünü açıram, iqtisadi oyunçuların, yəni ki, qadın, kişi, uşaqların harda olmasına göz açıram. Bizim iqtisadi fəlsəfi ideologiyamıza göz açıram deyənə bir çox insanlar bunu qəbul bilmir. Bir çox insanlar düşünürdü ki, Azərbaycanda o qədər qara kürü var ki, yəni ki, bütün xalq yaxşı yaşamalıdır. Və hamıya bəs eləyər. Hər səhər qara kürünü yemək. Və mən də deyirəm ki, gömrük statistikasına baxanda 4 ton ikra keçən illəri istehsal etmişik. 4 ton, yəni bir qazelə qədər yerləşəcək qara kürü istehsal etmişik Azərbaycan olaraq. Ya da ki, bizim də o qədər neftimiz var. Deyirəm ki, o qədər deyəndə siz nəyi nəzərdə tutursunuz? Olarmı? Gəlin biz bunu pula çevirək. 400 min barel gündə neft çıxarırıq. Deyək ki, 60 dollara satırıq. Bu 60 dolların içində 45 dollar o maya dəyəridir də. Çünki Xəzərdə neft çıxarmaq çox bahadır. Qalır yerində 15 dollar. 15 dolların yarısı biz xarici partnyorlara verməliyik. Və xərclər də çox böyükdür. Və 15 dollardan qalan 7,5 dolların da yarısını biz növbəti nəsillərə ötürməliyik. İndi bunların hamısını izah eləmək üçün siz çalışdınız ki, mən çalışdım ki, göz açım. Çünki niyə görə mən populizmdən çox qorxuram? Çünki biz belə adı özlərini çox yaxşı natiq hesab edən iqtisadçılar var, populist iqtisadçılar. Onlar gəlirlər, başlayırlar bu xalqın sinirləri üzərində oynamağa. Hardadır neft pulları? Niyə görə biz hamımızın da qızıl içində yaşamalıyıq falan. Onlar başlayırlar beyin yumağa. Mən isə beyin yumaqdan çox narahatam. Hitleri görmüşəm, Stalini görmüşəm deyəndə oxumuşam onların beyin yumaq nə edə bilər xalqına. Mən ona görə deyirəm, gəlin reallıqlardan başlayalım. Çünki biz harda olduğumuzu anlamalıyıq və bizim yolumuz çox uzundur. Bizim yolumuz inkişaf etmiş ölkə olmaq üçün 40 ildir. Biz 10 ildə olmayacağıq, 20 ildə də olmayacaq. Biz 40 ilimizi düşünməliyik. Necə ki, Çin 80'lerin sonunda 50 illik proqram qəbul ediblər. Bizim də proqramımız 50 illikdir. Düşünməyin ki, siz növbəti 50 ildə çox yaxşı Avropadakı kimi yaşayacaqsınız. Bu olmayacaqdır və bunu eşitmək çox ağrılıdır.